Dəyərli izləyicilər, bugün biz Xətai rayonu Əhmədli qəsəbəsi Neyrocərrahiyyə xəstəxanası və Bravo hipermarketin yaxınlığında 3 sot torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 180 kvadrat metr olan 2 mərtəbəli bir həyət evinin çəkişinə gəlmişik. Qeyd edim ki, evin də həyətində kupçası var, yəni paket kupçalıdır. Burada belə bir söhbətgah düzəldilib və bütün kommunal xətlər çəkilmişdir. İstəyə uyğun olaraq gələcəkdə yay mətbəxi kimi də istifadə oluna bilər. Qarşı tərəfdə, yəni evin sol tərəfində belə deyək, belə bir sanitar qovşaq düzəldilib və gördüyünüz kimi ev bütün standartlara cavab verir. Yəni sağdan, soldan, hər tərəfdən divardan aralı inşa edilmişdir. Burada isə belə bir əldamı var, gördüyünüz kimi. Detallı göstərməyəcəm. İndi isə keçək evin içərisi ilə də tanış olaq. Bura evimizin giriş hissəsidir. Sol tərəfdən ikinci mərtəbəyə qalxan belə bir pilləkən var. Sıdalaq digər yerlərlə tanış edeyim. Qeyd edim ki, yerdə gördüyünüz kafel metlaq yerlərinin hamısı istipol ilə təchiz olunmuşdur. Bura birinci mərtəbədə yerləşən qonaq otağı hissəsidir. Yerlər yüksək keyfiyyətli parketdir. Keçid alaq digər yerləri də göstərmişsə, bura mənzilin, daha doğrusu həyət evinin mətbəx hissəsidir. Buranın da yeri parketdir. Burada belə bir yataq otağı var. Normal ölçülərdə də otaqların hamısı. Burada isə sanitar qovşaq və çamaşırxana var. Qarşı tərəfdə sanitar qovşaq. Bura isə çamaşırxanadır. Mən indi hal-hazırda oranı sizə göstərə bilməyəcəm. Keçid alaq, ikinci mərtəbəyə tanış edeyim. Bura evin ikinci mərtəbəsidir. Hazırda olduğumuz yer xol hissəsidir, amma otaq kimi istifadə olunur. Burada iki yataq otağı var. Deməli, bura birinci yataq otağı. Bura ikinci yataq otağı. Bura isə üçüncü yataq otağı idi. 3 yataq otağı varmış, mən səhv dedim, üzrlü sayın. Bura isə sanitar qovşaq. Qeyd edim ki, evin qazı suyu işığı daimidir, istili sistemi isə kombidir. Evin ilkin satış qiyməti 420 min manat təşkil edir, endirim yeri də var. Təbii ki, real alıcı. Qarşı tərəfdən isə eyvana çıxış var. Sonra mən burayla da tanış edeyim. Burası evin eyvan hissəsidir və bütün həyətə baxışı var. Belə dəyərli izləyicilər, bizi izləmədə qalın ki, belə gözəl evlərdən, mənzillərdən xəbərdar ola biləsiniz.